Prezident İlham Əliyev oktyabrın 16-sında Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marian de Jonq'un etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi. Kopenhagendə Niderland Krallığının baş naziri Dick Schooffla görüşünü xatırladan Prezident İlham Əliyev həmin görüş əsnasında tərəfdaşlığımızın müxtəlif aspektlərinin müzakirə olunduğunu vurğuladı. Bir çox sahədə əməkdaşlığı gücləndirmək barədə razılığın əldə edildiyini bildirdi. Hazırda Niderland şirkətlərinin ölkəmizdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı, gələcəkdə onların sayının çoxalacağına ümidvar olduğunu ifadə etdi. Qəbula görə minnətdarlığını bildirən səfir Niderlandın kralı Willem Alexander'ın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Niderlandın kralı və baş nazirinə çatdırmağı xahiş etdi. Marian de Jonq ölkəsinin Azərbaycanla siyasi və iqtisadi sahədə güclü əməkdaşlıq etmə niyyətində olduğunu dedi. Bunun qarşılıqlı fayda verəcəyinə əminliyini vurğuladı.